Qardabani Bələdiyyəsində ilk dəfə yüksək standartlarda futbol akademiyası yaradılıb. Artıq bir ilə yaxındır ki, fəaliyyət göstərən akademiyada 5-15 yaş aralığında yeniyetmələr üçün futbol təlim məşqləri keçirilir. Akademiyanın təsisçilərindən Heydər Əliyev Qardabani rayonunda bu cür idman mərkəzinin yaradılmasına böyük ehtiyacın olduğunu bildirib. Quram Küntiyaşlı ilə birlikdə Qardaban Futbol Akademiyasını yaratdıq. Burada bizim akademiyanın yaradılmasında məqsəd uşaqlarımızı, körpələrimizi futbola cəlb etmək, idman mühitinə alışdırmaq. Əvvəllər var idi Qardabanda xırda-para belə akademiyalar. Hal-hazırda başqa akademiyalar da var, fəaliyyət göstərir. Bizim hal-hazırda 3 yaş kateqoriyasında akademiyamızda 105 körpə məşq eləyir. Biz bunların bütün idman geyimlərini akademiya olaraq təmin edirik. Bizim məşq formalarımız var, yarış formaları, yağışlıq gödəkçələrimiz var. Bu uşaqlara təmənnasız verilir bunlar. Heydər Əliyev yeniyetmələrin məşqlərinin fəal olaraq davam etdiyini qeyd edərək, onların gələcəkdə böyük nailiyyətlər əldə etmələri üçün çalışdıqlarını vurğulayıb. Uşaqlar balaca vaxtından böyük futbola alışmalıdırlar, bilməlidirlər ki, bunları nə gözləyir. Əlbəttə, bunun hamısını təşkil etmək üçün infrastruktura da ehtiyac var, meydançalara ehtiyac var. Təşəkkür edirik, Qardabani Bələdiyyəsi bizə mini meydança tikdi və bizim sərəncamımıza verdi. Uşaqlarımız hal-hazırda burada məşq eləyir və əlimizdən gələn imkanı, dəstəyi uşaqlara göstərmək istəyirik ki, bu indiki körpələr gələcəyin ulduzları olsun, Gürcüstan liqalarında futbol oynasınlar, ölkə xaricinə çıxsın, milli yığmanın uğrunda mübarizə aparsınlar. Valideynlər də Qardabanidə bu cür futbol akademiyasının yaradılmasından məmnunluqlarını ifadə edirlər. Öz uşağımı Qardaban futbol klubuna yazmışam. Artıq neçə vaxt gətirirəm. Çox məmnunam, çox razıyam. Fondun direktoru Heydər Əliyevdir, qardaşdır, yaxındır və Quram müəllimdir. Hal-hazırda məşqlə məşğuldurlar. Qardabanda neçə müddətdir belə bir şey yox idi. Minnətdarıq ki, çox belə bir şeylər yarada bildilər futbol klubu. Bir neçə uşaqlar gəlir, hamı razıdır. İstəyərdik ki, uşaqların gələcəyinin sağlamlığı üçün çox böyük bir şeydir, böyük nailiyyətdir, çox razıyıq. Qardabanidə futbol sahəsi inkişaf edir. Mən çox şadam ki, övladlarımız üçün bu cür şərait yaradılıb. Övladım məşqlərə qatılır və ondakı həvəsi görürəm. Akademiyanın məşqçiləri də olduqca peşəkardırlar. Qeyd edək ki, hazırda futbol akademiyasında 5 nəfər peşəkar məşqçi fəaliyyət göstərir. Akademiyanı 2024-cü ildə təsis etdik. İlk başlarda 25-30 yeniyetmə məşqlərə qatılırdı ki, bu gün onların sayı 100-ü ötüb. Qardabani Bələdiyyəsi tərəfindən məşqlərimizi keçirməyimiz üçün stadionda inşa edildi. İrəliyə doğru inkişaf edirik. Xüsusilə son 2-3 ildir ki, Gürcüstan millisinin qazandığı qələbələr gənclər arasında futbola meyli artırıb. Biz də gələcəkdə millimizin üzvləri olacaq gənclər yetirməyə çalışırıq. Məlumat üçün onu da bildirək ki, Qardabani Futbol Akademiyasının rəhbərliyi Gürcüstan Futbol Federasiyası ilə də yaxından əməkdaşlıq edir.